tip xəbərləri qaçırmamaq üçün kanala abunə olub, videonu bəyənməyi unutmayın. Azərbaycanda kredit borclarının dondurulması mümkündürmü və bu imkan kimlərə şamil oluna bilər? Son dövrlərdə iqtisadi çətinliklər, qiymət artımları və ailə büdcələrinə düşən əlavə yük bir çox insanın kredit ödənişlərini vaxtında həyata keçirməsini çətinləşdirib. Xüsusilə istehlak kreditləri olan vətəndaşlar aylıq ödənişlərin yüksək olması səbəbindən maliyyə problemləri ilə üzləşirlər. Məhz buna görə də kredit tətili mövzusu yenidən gündəmə gəlib və cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Kredit tətili dedikdə borcalanın müəyyən müddət ərzində kredit ödənişlərindən müvəqqəti azad olunması nəzərdə tutulur. Bu mexanizm dünyanın bir çox ölkəsində iqtisadi böhranlar, fövqəladə hallar və ya əhalinin gəlirlərinin azalması dövrlərində tətbiq olunub. Məqsəd vətəndaşların maliyyə yükünü yüngülləşdirmək və onların problemli borcalana çevrilməsinin qarşısını almaqdır. Mütəxəssislərin fikrincə Azərbaycanda da kredit tətili mexanizminin tətbiqi mümkündür. Lakin bu imkan bütün borcalanlara deyil. Yalnız həqiqətən maliyyə çətinliyi yaşayan şəxslərə şamil edilməlidir. Belə yanaşma həm vətəndaşların müdafiəsini gücləndirər, həm də bank sektorunun sabitliyini qoruyar. Məsələn, iş yerini itirən şəxslər, əmək qabiliyyətini müvəqqəti itirən vətəndaşlar, ailə başçısını itirmiş ailələr və gəlirləri ciddi şəkildə azalan insanlar kredit tətilindən yararlana bilərlər. Bu zaman müəyyən müddət ərzində əsas borcun ödənişi dayandırıla bilər. Belə bir addım vətəndaşa maliyyə vəziyyətini bərpa etmək üçün əlavə vaxt qazandırar. Kredit tətilinin əsas üstünlüyü ondan ibarətdir ki, insanları borc yükünün altında əzilməkdən qoruyur. Maliyyə çətinliyi yaşayan şəxs ödənişi gecikdirdiyi üçün cərimələrlə üzləşmir və kredit tarixçəsini korulamır. Bu isə gələcəkdə bank xidmətlərindən istifadə imkanlarının qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır. Ekspertlər hesab edirlər ki, kredit tətili ilə yanaşı daha effektiv həll yollarından biri kreditlərin restrukturizasiyasıdır. Restrukturizasiya zamanı kredit müddəti uzadılır, aylıq ödəniş məbləği azaldılır və borcalana daha rahat ödəniş imkanı yaradılır. Bu üsul həm banklar, həm də müştərilər üçün daha faydalı hesab olunur. Digər vacib məsələlərdən biri kredit sığortası sisteminin inkişaf etdirilməsidir. Bir çox inkişaf etmiş ölkələrdə işsizlik və ya əmək qabiliyyətinin itirilməsi hallarında kredit ödənişlərinin müəyyən hissəsi sığorta şirkətləri tərəfindən qarşılanır. Belə mexanizmlər insanların maliyyə təhlükəsizliyini artırır və gözlənilməz hadisələrin təsirini minimuma endirir. Azərbaycanda da kredit sığortası məhsullarının genişləndirilməsi və yeni dəstək proqramlarının hazırlanması vətəndaşların maliyyə sabitliyinin qorunmasına kömək edə bilər. Eyni zamanda sosial həssas qruplar üçün xüsusi güzəştlərin tətbiqi də mühüm əhəmiyyət daşıyır. Belə dəstək mexanizmləri həm ailələrin rifahını qoruyar, həm də iqtisadi sabitliyin möhkəmlənməsinə töhfə verər. Mərkəzi bank, bank sektoru və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində çətin vəziyyətdə olan borcalanlar üçün xüsusi proqramların hazırlanması mümkün görünür. Bu proqramlar çərçivəsində müvəqqəti kredit tətili faiz güzəştləri, restrukturizasiya imkanları və sosial dəstək tədbirləri tətbiq oluna bilər. Nəticə olaraq qeyd etmək olar ki, kredit tətili maliyyə çətinliyi yaşayan vətəndaşlar üçün mühüm dəstək vasitəsinə çevrilə bilər. Lakin əsas məqsəd sadəcə ödənişləri təxirə salmaq deyil. İnsanların yenidən maliyyə sabitliyinə qayıtmasına kömək etmək olmalıdır. Kredit tətili restrukturizasiya, sığorta mexanizmləri və sosial dəstək proqramları ilə birlikdə tətbiq edildiyi halda daha uğurlu nəticələr verə bilər. Hazırda bu məsələ cəmiyyətdə böyük maraq doğurur və gələcəkdə belə bir mexanizmin tətbiqi ilə bağlı qərarların verilib-verilməyəcəyi diqqətlə izlənilir. Əgər belə bir sistem tətbiq olunarsa, minlərlə vətəndaş üçün maliyyə yükünün azalmasına və iqtisadi sabitliyin qorunmasına mühüm töhfə verə bilər.